Bu videoda qovluqların gizlədilməsi haqqında danışacağıq. Deməli, bu qovluqları gizlətmənin iki yolu vardır. Birinin hamının bildiyi yolda birini isə yəni biz bugün göstərəcəyik. Sağ düyməni vurub ekranda New əmrini seçib folder əmrini seçəndən sonra yeni bir qovluq yaradır. Qovluğu şərti bir ad qoyulur. 123. Sağ düyməni üzərində vururuq. Açılan kontekst menüdə ayarlara girib hidden əmrini seçirik. Deməli budur. Baxın, qovluğumuz solğun vəziyyətdədir, amma görünür. Ona görə də biz girib fayl menüsünə girib read. Deməli, burada iki rejim var. Gizlədilmiş fayl və qovluqların görsənsin, gizlədilmiş fayl və qovluqlar görsənməsin. Biz birini seçək, görsənməsin. İki əmrini seçəndən sonra artıq qovluğumuz görünməz oldu. Yenidən bərpa etmək istəyirsə, əgər yenidən girdik fayl menüsünə seçirik. Fayl və qovluğa gizlədilmiş fayl və qovluqlar görünsün. Yine solğun vəziyyətdədir. Onun üzərində sağ düyməni vurub ayarlara girib hidden əmrini götürmək lazımdır. Bax, qovluğumuz artıq görünür. İndi qovluğu görünməz etmək ikinci bir yolunu seçək. Bunu çox adam bilmir. Yəni sağ düyməni vururuq üzərində. İki dəfə adını dəyişdiririk. Deməli, mümkün deyil ki, qovluq adı olmasın. Yəni ki, biz qovluğu silsək belə, adını silsək belə görürsünüz. Və yaxud nöqtə qoysa belə nöqtə görünəcək. Aydın oldu mu? Biz indi alt düyməsini və klaviaturda olan alt düyməsini basıb numlock tərəfdən 255 kodunu yığırıq. Qovluğumuz adsız oldu. Adı yoxdur. İndi sağ düyməni vururuq üzərində ayarlara girib ikonlar bölməsinə giririk. Baxın, bu bizim bu ikonlarda hər hansı birini seçib qovluğumuzun ikonunu formada verə bilərik. Burada boşluq var. Boşluğu seçirik. Bu halda qovluğumuz görünməz oldu. Buraya istənilən bir qovluğu ata bilərik. Görünməzdir. Amma biz özümüz bilirik ki, bu artıq buradadır. Vurduq, iki dəfə vurduq, açıldı və qovluğumuz hazırdır. Hal-hazırda isə görünməz vəziyyətdədir.